Leyli Məcnun əsərində deyirlər, Leyli axıra yaxın xəstələnmişdi, qızdırması da var idi, daha ömrünün axır günlərini yaşayırdı. Anasına dedi ki, ana get Məcnuna bir cümlə deyəcəm, onu çatdırarsan. Dedi, yaxşı baba. Dedi, get Məcnuna dinən ki, sevəndə elə bir varlığa aşiq olsun ki, bir dənə qızdırma ilə aradan getmir. Bir varlıq gəlir, bir dənə adi bir xəstəlik ilə aradan gedirsə, ona aşiq olmağa dəyməz, amma burada bir nöqtə. Bu o demək deyil, insan insanları sevməməlidir, cəmiyyətə biganə olmalıdır. Xeyr, əsla da bu deyil. Allah özü bizdən istəyir insanlara qarşı məhəbbət. Bir din ki, orada məhəbbət yoxdur, din deyil ki. Onu bağla getsin. O çox gedə bilməz özdə. Bir yerdə ki, məhəbbət yoxdur, orada dağılacaqlar. Dağılmağın, bir cəmiyyətin, bir toplumun dağılmasının 2 dənə üsulu var. Bir, fikirlər, zehniyyətlər toqquşacaq. Sən başqa cür düşünürsən, mən başqa cür düşünürəm. Bir gün yola verəcək, ikinci gün bir nəfər bizi barışdıracaq, üçüncü gün bir dənə ruhani gələcək, dördüncü gün yuxva, nə bilim, bir dənə qeybdən nəsə eşitəcəksən, axır 5-ci gün heç nə. Zehniyyətlərimiz fərqlidir. Bir yerdə necə toqquşacaq. Sən başqa cür düşünürsən, mən başqa cür. Hə, ola bilər, səliqə fərqi ola, hədəf bir ola, orada bir yerə cəm olmaq mümkündür. Amma hədəflərimiz fərqli olsa, bir yerə gəlib çata bilməyəcək. Bu bir məsələ. 2. Bir cəmiyyət o zaman dağılar ki, orada məhəbbət yoxdur. Əgər gördünüz bir yerdə məhəbbət get-gedə əriyir, bilin ki, onlar dağılacaqlar. Bir ailədə, baxın, qıraqdan, kənardan baxın, özünüz hərdən öz ailə özə də, hamıda məsələn, o necədir vəziyyət? Evdə o məhəbbət, sevgi qalıb yoxsa yox? Güclə bəlayla yeməyi pişirib belə qoyurlar, yoxsa məsələn kişi qaydanda tərs. Necədir vəziyyət? Oradan bilirsən ki, bu ailə nə qədər çox gedər. Müğayət olun. Bunu sizi qorxutmaq üçün demirəm, amma zərəri qabaqcından deyirəm sizə. Məhəbbət olmayan bir yer dağılıb çıxıb gedər.